Hələ 2500 il bundan əvvəl Heraklit deyirdi ki, bir çaya 2 dəfə daxil olmaq mümkün deyil. Düşünürəm ki, bu fikri körpüyə də aid eləmək olar. Eyni körpüdə də 2 dəfə dayanmaq mümkün deyil. Çünki nə su eyni qalır, nə onun yerləşdiyi şəhər, nə də körpünün üstünə dayanan adam. İnsan bəzən körpüyə sadəcə keçid vasitəsi kimi baxır. Bir sahili o biri sahilə bağlayan bir texniki vasitə kimi. Amma əslində körpü daşdan, dəmirdən və betondan əvvəl münasibətdir. Əmək münasibəti. Həm də cəmiyyətin özünü necə qurduğunu göstərən səssiz etirafla bağlı hakimiyyət münasibəti. Körpülər göydən düşmür. Bunları işçilər tikir. Kiminsə əlləri bu dəmirə toxunub. Kiminsə bədəni yorulub onu hazırlayanda. Kiminsə ömründən saatlar, günlər, illər çıxıb ki, şəhərdə belə bir keçid yaransın. Biz çox vaxt hazır formanı görürük. Onun içindən donmuş insan zəhmətini görmürük. Körpünün gözəlliyindən danışıb, amma o gözəlliyin altında görünməz qalmış hissləri, hisslərlə unudurub. Elə kapitalizm də hazır məhsulu göstərir. Prosesi gizlətməyi, zəhməti kölgədə saxlamağı sevir. Bizə tez-tez deyirlər ki, hər şeyi siyasiləşdirməyin, siyasət axtarmayın. Amma məsələ bundadır ki, siyasət bizim axtardığımız nəsnə deyil. O, onsuz da həyatın içinə yerləşir. Bu körpünün tikilib tikilməməsi də siyasi qərardır. Bunun harda salınması da bir növ siyasi qərardır. Şəhərdə hansı məkanların abadlaşdırılması, hansıların baxımsız qalması da siyasi qərardır. Hətta insanların hansı tərəfdən hansı tərəfə daha rahat keçməsi belə siyasi xarakter daşıyır. Çünki siyasət sadəcə tribunadakı nitq deyil, həyat nemətlərinin necə bölüşdürülməsidir. Bir də körpünün fərqli yerlərə getmək üçün istifadə olunması məsələsi var. Bu körpüdən biri işinə gedir, biri iş axtarmağa, biri gələcəyini andan keçir, biri yorğunluğu ilə. Biri üçün bu rahat marşrutdur, biri üçün sadəcə növbəti məcburi keçiddir. Kimsə bu körpüdə dayanıb onun haqqında video çəkir. Deməli, eyni körpüdən keçmək eyni həyatı yaşamaq demək deyil. Formaca ortaq olan şeylərin məzmunca necə qeyri-bərabər yaşandığını anlamaq üçün isə marksizmə ehtiyac var. Çünki məhz marksizm bizə öyrədir ki, görünən bərabərlik çox vaxt gizli bərabərsizliyin ən səliqəli maskasıdır. Hər şey dəyişir, hər şey hərəkətdədir. Çayın axınına baxanda bunu daha yaxşı anlayırıq. Amma qəribəsi budur ki, insanın çox vaxt dəyişən şey hərəkəti sabit kimi göstərən yalandır. Məsələn, körpü bizə sabitlik təsiri bağışlayır, amma sanki buradadır, möhkəmdir kimi, dəyişməzdir kimi təsir başlayır. Halbuki onun altından keçən su kimi, onun üzərindən keçən həyat da daim dəyişir. Və münasibətlər də, sosial münasibətlər də belədir. Onlar da dəyişməz, təbii təqdim olunurlar, amma onlar da dəyişirlər. Çünki tarix xarakter daşıyırlar. Ona görə körpüyə baxanda sadəcə memarlıq görmək natamam baxışdır. Körpüdə əmək var, maddi bölgü var, sinfi məzmun var. Ümumiyyətlə bir cəmiyyətin nə tikdiyinə baxmaq az, onu kimin tikdiyinə, kimin üçün tikildiyinə, kimin bundan nə qazandığına baxmaq lazımdır. Yoxsa insan sadəcə körpüdən keçər, amma yaşadığı dünyanın necə qurulduğunu heç vaxt anlamaz.